Black Friday'dı. Nədir? Başladı. Poco X7 Pro 12 RAM 512 yaddaşla 6000 batarya həcmi ilə 50 megapiksel kamera ilə 12 RAM 512 yaddaşla qiyməti neçədir? Qara günə görə qiyməti olub 725 manat. Bəli, bir dənə bura gəl. Rəsmi biri zəmanəti var, rəngləri əlimizdə mövcuddur. Biri rəsmi zəmanəti var, qeydiyyatlıdır. Ən ucuz qiymətlərlə Black Friday günündə, qara günə kimi qardaş, qara cümədə nədir? Gəlib götürə bilərsən, çatdırılma da var. Bir dənə göstərin oranı, əlaqə nömrələrdə, TikTok, Instagram üzərindən də neyinirsiniz? Qaqazı takip atırsınız. Like eləyirsiniz, komment atırsınız, dostlarınızı tağ eləyirsiniz ki, bu qara cüməni qaçırmayın. Bir dənə bəri gəl, mən ölüm, bir dənə. Onsuz da biləməyib, görmürsən, bu modeli bilirsən. Digər ki, bunu açıb göstərsin, bu parçalıysan, belə. Adama ləzzət edir də. Bir dənə bunu görsədin. Ya Allah. Nardalı zamanı çatdırılma var. Köhnə telefonunu sındırma. Gətir sat mənə, üstünə biraz pulunu ver. Apar təzə modeli də. Nə istəyirsən? PUBG oynayandan da sevinir bu videonu görür. Biz də sevinirik. Bir dənə bunun gözəlliyinə bax. AMOLED ekrandır, 120 Hz ekran sürəti ilə 90 voltluq adaptör üstündədir. Gəl indi komplektinə baxaq. Ya Allah. İynəsidir, kabrosudur, sənədləridir. Hop. 90 voltluq adaptörüdür, Type-C USB-sidir. Nə istəyirsən, kimi gözləyirsən, gözlədiyin endirimi gətirib çıxartdım da da. Əlaqə nömrələri səhifədə var, mağazanın ünvanını bilirsən. Nizam metrosundan 1 dəqiqəlik məsafədir. Döndün sağa Nizamolun ikinci girişində. Infinix Live Telekom. Hər birinizin yolunu gözləyirəm. 12512 725 manat. Gəl də.